Meyvəli bazarının yaxınlığında qarajda onlarla avtobus çürüyür deyirlər. Bu ilə bağlı görüntülər sosial mediada yayılır. Məlum olur ki, 2015-ci ildə alınan avtobuslar 2 ildən çoxdur ki, istifadəsiz vəziyyətdə saxlanılır. Səbəbini öyrənmək istədik. İllərdir burada sürməyə tərk edilib. Evin yerisi var, gözdə gələcək dedim. Gözləyirəm, gəlmir axı. 8-də yığışdırın, gəlmir. Nədir elə avtomat çatdıq, raketdən gəlmir. Cəmaatın işi gücü var. Meyvəli bazarının yaxınlığındakı ərazidəyik. Burada baxın nə qədər yeni avtobuslar saxlayıblar. Deyilənə görə avtobuslar 2015-ci ildə alınıb və son 2 ildir ki, istifadə olunmur. Görəsən bu avtobusların texniki vəziyyəti nə yerdədir? Kimsə məlumat verə bilər? Xahiş edirəm, çıxın çölə. İndi sizə yaxınlaşacaqlar, məlumat verəcək. Buranın çəkişi siz başqa bir şəxsin ərazisinə girin. Çağırın polisi bir dəqiqə götürüb aparsınlar ki, icazəsini gəlib girib çəkiş etsin. Bizi aparacaq polis. Bəli, siz aparacaq ki, siz icazəsini niyə girmişsiniz? Sizə icazə verməlidirlər. Biz öyrənmək istəyirik ki, bu qədər avtobusu niyə burada yığılıb? Dur orada, çağır ilə gələcimizi gəlib deyəcəklər. Sən durmamış oğul girsən, sənin evindir bura girsən. Bura mənim evimdir. Bura ev deyil, burada avtobuslar yığılıb. Avtobusda insanların istifadəsi üçün nəzərdə tutulur. Mənim evimdir. Pik saatlarında avtobuslarda basa-bas olur. Bəzi sakinlər hətta yarım saat və daha çox avtobus gözləyirlər. Burada isə baxın nə qədər avtobus yığılıb. Köhnə avtobusların yerinə bunları vermək olar hər halda. İllərdir burada yatır bu avtobuslar. Heç biri də sürülmür, qapıları filan açır. Ekspertlər isə bildirir ki, yeni alınan müasir avtobuslar qısa zamanda yararsız hala düşüb. Çünki onların ehtiyat hissələri tapılmadığı üçün təmir etmək qəliz olur. Onlar alınır, qalır, düzgün belə deyək də biznes tərəfindən baxılmır məsələyə. Ehtiyat hissələri məsələsi var, onların qulluq məsələsi var. Və bir də baxırsan ki, hamısı tullantıya çevrilib, ölüxana yaranıb qalır orada. Məsələ ilə bağlı Bakubasdan bildirilib ki, istismarda olmuş İveco avtobuslarına texniki baxış keçirilir. Aidiyyəti üzrə texniki iqtisadi qiymətləndirmə aparılır. Qiymətləndirmənin nəticələri nəzərə alınaraq sözü gedən avtobuslarına bağlı müvafiq qərar qəbul edilir. Əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə bildiriləcək. Qeyd edək ki, 2014-cü ilin noyabrın 20-sində Bakubas şirkəti ilə Societe General arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən avtobusların alınması üçün 42 milyon avro məbləğində kredit ayrılıb.